Yaxşısı ha? Hə. Baba, doğğa sizə. Şimdi neyirəm doğanı? Mən deyirəm, buradan doğğa da istəyirsən. Bu soğukda doğan içərlər. Gəl, deyə buradadılar, gəl. Stressdən, əsəbdən uzaq durursan və salam. Çox sağ olun, doktor. Deyirəm, nə yaxşı ki, sizin kimi vicdanlı, sizin kimi gözəl həkimlər var. Biz sizin həmişə qədirinizi bilməliyik. Çox sağ olun, həkim. Təşəkkür edirik. Çox sağ olun. Təşəkkür edirik. Sizə yazılan müalicəni də davam eləyin. Baş üstə qızım, çalışacağım da, çalışacağım. Qulaq asmır adama, hər şeyə əsəbləşir. Bax, kənddə əsəbləşir. Deyirəm, gedək şəhərə, bir şəhərdə nəyəsə başı qarışsın, gülsün, gəlir şəhərdə də əsəbləşir. Durdu, danışdı da doktor, görsən. Mən nə vaxt əsəbləşmişəm? Ay Kəramət, dillən də, mən boş-boşuna əsəbləşmişəm. Heç vaxt, nətər əsəbləşməsin. Bir şey ki, məndə 8 daş qalıb. Qasım 2 daşı fırladıb gətirənmirdi. Ev tikəndə? Yox, nerede oynayanda, zər gətirməyəndə gətirmir də, adam da əsəbləşir. Yaxşı, əsl yeri də Kəramat, nerede yeri var? Görsən. Gözün də birini qıyır. Həkim, üzr istəyirəm, biraz səs oldu. Siz ümumiyyətlə gedişat hara gedir, onu deyə bilərsinizmi? Siz ümumiyyətlə söhbət edin. Sizə qulaq asanda adam sanki sakitləşir, sağalır. Həqiqətən... Nə olub? Nə var? Nə olub? Nə olub? Nə olub? Nə olub? Xəstəxanadayıq, Bildim, mən dedim ki, Heç zat, heç zat, hər şey yaxşıdır. Pilotu yiyib elə bil. Elə belə danım, dedim tərtəşək. Aydındır. Mən gedim, Aysu xanım, siz özünüz məşğul olun. Başüstə doktor. Çox sağ olun doktor, çox sağ olun. Çox Sağ olun, sağ olun, sağ olun. Bəs bu getdi, bir ödəniş eləməyəcəyik biz. Sizin bütün xərclərinizi bu bəy ödəyib. Kəramət, bu nə danışır? Ay Qasım, sonra danışarıq da yeridir, narahat olma. Vay, yaxşı, gelirmi? Yaxşı. Deyirəm, ölmədin adının əvvəlində bəy söz eşitdin mənə. Elə, mən də bir bəyəm, Qoşqar bəy, Qasım bəyin oğlu. Hə, yaxşı. Qızım, sənin adın nətər oldu? Aysu. 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 Qəşəngdir. Aysu? Ay? Tanış gəlir ad. Aysu, harda eşitmişəm? Yaxşı, mən gedim, Allah şəfa versin. Sağ olun. Sağ olun qızım, çox sağ olun. Gedin. Sağ olun. Aysu. Nə olub ey? Deyirəm, həkim də getsin, mən də gedək görək nə deyir. Nə deyir, gəl bəri. Boşu, hara getsən, bu yana. Yox, mən bilirəm ki, o nəsə söz adam oxşur. Heç də sözlü adama oxşamırdı. Sözünü dedi, getdi çıxqa bax. Gəlin bəri. Gəl. Gəlin bəri. Gəl. Siz gedin, mən gəlirəm. Yaxşı. Gedin. Ay Kəramət, sən nə xəcalətli verirsən? Xəzalətli düşmənin olsun, ay Qasım. Sən mənə az yaxşılıq eləmisən, hə? Mən baxdım ki, imkanın yoxdur, mənim var da kömək elədim. Bu da sənin yaxşılığının əvəzi. İnşallah bu da müvəqqəti çətinlikdir də, bu da keçəcək. Çox sağ ol. Düzələr inşallah. Nə sağ ol, narahat olma. Mən bu yaxşılıq eləməyi səndən öyrənmişəm. Kişiyə pis gündə, yaxşı gündə həmişə lazımdır. Mən rəva bilməzdim, siz bu isti soyuq şəhər küçələrində fikirləşə tək gəzəsiniz. Mən isti evimdə oturum, qızınım, mənə yaraşmazdı, ay Qasım. Bir də ki, özün deyirdin də, çətinliyə düşən adamı anlamayan, ürəyi buzlanmış insandır. Düzdür. Nə qədər günəşlənsə də, onun ürəyi heç bir zaman əriməz. Deyirəm ki, sağ ol ay Kəramət. Sən kişi adamsan. Həmişə demişəm, kişinin dostu da, düşmanı da gərək kişi olsun. Bizə elə Kişi oldu dayı heç nə. belə dostluq, qonşuluq kişilik lazım idi. Sən də rahat olma. Çox sağ ol hər şeyə görə. Sən də get, biz də biraz gəzişək. Allah şəfa versin. Çox sağ ol Kəramət. Yaxşısan amma. Yaxşıyam. Əlasan. Çox sağ ol.